Salam müəllimlər, bugün biz pedaqoji psixoloji yanaşmalar fəslindən Jean Piagetin zehni inkişaf mərhələləri nəzəriyyəsini öyrənəcəyik. Zehni inkişaf mərhələləri nəzəriyyəsi nədən ibarətdir? Jean Piage, İsveçrəli psixoloq, belə bir fikir irəli sürür ki, uşaqlarda əvvəl zehin inkişaf edir, ondan sonra öyrənmə baş verir. Və uşaqların öyrənməsi üçün yaxşı şərait yaratmalıyıq, uşaqları təbiətin qoynuna çıxarmalıyıq. Uşaqlar görərək, kəşf edərək, araşdıraraq özləri öyrənməlidir. Biz hazır şəkildə uşaqları öyrənmək onlar üçün maraqsız olacaq artıq. Yəni onları öyrənmə həvəsini, kəşf etmə həvəsini əlindən almış oluruq. Ona görə də biz şərait yaratmalıyıq uşaqlara və uşaqlar özü kəşf edərək, maraqlanaraq özləri öyrənməlidir. Və öyrənməni zehni inkişaf etdikdən sonra öyrənmə baş verir. Jean Piagetin nəzəriyyəsi bundan ibarətdir. Yəni əvvəl şagirdlərdə, uşaqlarda zehin inkişaf edir, daha sonra öyrənmə baş verir və bu zehni inkişaf mərhələlərini 4 mərhələyə bölmüşdür. Deməli, birinci mərhələ hissi hərəki mərhələdir. 0-2 yaşa qədər uşaqlar. Yəni, burada necə bir hərəkətlər sərgiləyir? Deməli, hissi hərəki mərhələdə refleksiv davranışlar sərgiləyir. Məsələn, 0-8 ayına qədər uşaqlarda hər hansı bir səsli oyuncağı biz tərpətdikdə o gözlərini böyütmüş halda diqqətlə dinləyir və refleksiv davranışlar göstərir. Daha sonra əşyaların davamlığı var. Yəni 9 aydan sonra əşyaların kimliyi var. 11 aydan sonra, yəni artıq o əşyasını tanıyacaq. Ayıcığı və yaxud Barbini, bunları tanıyacaq. Daha sonra səs bulaşması hadisəsi var. Səs bulaşması nədir? Səs bulaşması, yəni biz uşağın yanında əgər gülürüksə, o da güləcək və ya hündürdən danışırıqsa qorxacaq, ağlayırıqsa o da ağlayacaq. Yəni səs bulaşması hadisəsi budur. Əşyaları manipulyasiya edir, yəni o əlində olduğu oyuncağın yumuşaq, bərk, uzun, qısa olmasının fərqində olur. Demək, birinci mərhələ nə oldu? Hissi hərəki mərhələ. 0-2 yaş arası uşaqlarda deməli, bu davranışlar baş verir. İkinci mərhələ nədir? İlkin əməli mərhələdir. İlkin əməli mərhələ 2-7 yaş arası uşaqlarda olur. Yəni, bu uşaqlarda deməli, egosentrik düşünmə var. Yəni, mənəmlik hissi var. Onlar öz dediklərini düzgün qəbul edir və başqasının dediklərini qəbul etmir. Yəni, egosentrik düşünmə budur. Daha sonra, məsələn, ayaqqabısını tərs geyirsə, biz onu düzgün geydirsək, o yenə də ayaqqabısını tərs geyəcək. Və yaxud paltarını düzgün geymirsə, 2-7 yaş arası uşaqlardan söhbət gedir. O, öz bildiyi kimi, məsələn, öz bildiyi kimi paltarını geyəcək. Və yaxud geriyə saya bilməmə var burada. Yəni, tutaq ki, şagird, uşaq 1-dən 20-yə qədər sayır və yaxud 1-dən 100-ə qədər sayır. Geriyə saya bilmir. Məsələn, 20-dən 1-ə qədər geriyə saya bilmir. Artıq onda o təfəkkür inkişaf etməyib ki, o bunu bacarsın. Daha sonra bir təcrübəyə əsaslanaraq ümumiləşdirmə. Yəni, tutaq ki, şagird, uşaq həyətdədir, həyətdə, bağda əyləşib və burada, məsələn, quşlar var, alabaxta deyək, digər quşlar var, ona yem atır. Bu vaxt it hürürsə, o quşlar səmaya qalxır, yəni uçur. Artıq şagird düşünəcək ki, uşaq düşünəcək ki, deməli, quşun uçması üçün it hürməlidir ki, o quş uçsun. Gördüyü bir hadisəni ümumiləşdirəcək və düşünəcək ki, gərək quş
o vaxt uça bilər ki, it hürsün, artıq o zaman quş uçmağa başlayacaq. Yəni gördüyü bir hadisəyə görə ümumiləşdirmə aparacaq beynində. Və yaxud yağışlı havada işıq söndüsə, o düşünəcək ki, deməli işığın sönməsi üçün yağış yağmalıdır ki, işıq sönsün. Deməli bu necə bir düşünmədir? Bir təcrübəyə əsaslanaraq ümumiləşdirmə. Daha sonra xəyali sehirli düşünmə var. Bu nə deməkdir? Məsələn, baxdığı cizgi filmlərdə o qəhrəmana bənzədəcək özünü, onların hərəkətləri kimi davranacaq, özünü o qəhrəmanın yerində hiss edəcək. Monoloq tipli danışıq var, yəni öz əşyaları ilə, oyuncaqları ilə danışacaq. Və animizm var. Animizm nədir? Əşyanın canlı və yaxud cansız olduğunun fərqində deyil. Məsələn, o yemək yemirsə və yaxud yatmırsa, biz desək ki, əgər sən yemək yeməsən, aycıq səndən küsəcək, o başlayacaq yeməyini yeməyə və o oyuncağını qucaqlayır, sevir. Yəni, onun üzülməsini istəmir. Düşünmür ki, bu canlıdır ya cansızdır. Daha sonra konkret əməli mərhələ var. Bu nə deməkdir? Bu da 7-11 yaş arasında olan mərhələdir. 7-11 və ya 12 yaş arasında olan mərhələdir. Burada artıq egosentrizm aradan götürülür. Yəni şagird məntiqi düşünəcək, səbəb-nəticə əlaqəsini biləcək, induktiv məntiq hökm sürəcək şagirddə. Yəni konkret hər hansı bir əşyanı sadalayacaq, onu ümumiləşdirəcək. Deməli, induktiv düşüncə necə idi? Hər hansı bir konkret xüsusi əşyalar sayılırdı və ona ümumi bir ad qoyulurdu. Məsələn, alma, armud, heyvanlar ümumilikdə nədir bunlar? Meyvədir. Artıq şagird induktiv düşünmə tərzində olur. Daha sonra varlıqları cinsinə, növünə görə fərqləndirməyi bilir. Məsələn, bu qadındır, bu kişidir, bu xaladır, bu dayıdır. Bax, bunları bacarır. Dördüncü mərhələ formal əməli mərhələdir ki, bu da 10-12 yaş və yuxarı yaş dövründə olan uşaqlar aiddir. Artıq şagirddə deduktiv məntiq formalaşacaq. Yəni ümumidən xüsusiyə gedəcək. Yəni hər hansı bir ümumi fikir bildirəcək və ona aid nümunələr gətirəcək. Sistemli planlaşdırma var. Daha sonra konseptual hipotetik düşünmə var. Provokativ suallar var ki, bunlar şagirddə formalaşır. Yəni şagird mücərrət olan anlayışları beynində canlandırır, vizuallaşdırır və onun haqqda fikir ifadə edir. Məsələn, hipotetik düşünmə mücərrət olan, abstrakt olan təfəkkürdür bu. Yəni abstrakt təfəkkür nədir? Beynində olan o varlığı mövcud olmayan, deməli, hər hansı bir ideyanı beynində canlandıracaq və onu ifadə edəcək. Demək, biz danışdıq Jean Piaget'in zehni inkişaf nəzəriyyəsinin mərhələlərindən. Hansılar oldu? 4 mərhələsi var. Hissi hərəki mərhələ, ilkin əməli mərhələ, konkret əməli mərhələ, formal əməli mərhələ. Və bunlar haqqda da məlumat verdik. Demək, məsələn, burada formal əməli mərhələ təxminən 11 plus yaş, yəni 11 yaşdan yuxarı, 11-12 yaşdan yuxarı olan deməli şagirdlərdir. Onlar necə inkişaf edirlər, necə düşünürlər? Yəni burada nümunə üçün verilib abstrakt anlayışlar. Yəni ədalət, demokratiya, ehtimal, model və s. üzərində dərin düşünmə. Yəni ədalət mücərrət bir anlayışdır. Ədalət nədir, onu necə görür? O beynində düşünəcək və onu sözlərlə ifadə edəcək. Abstrakt anlayışlar bunlardır. Deduktiv məntiq, yəni ümumi anlayışdan xüsusi nümunələrə gəlmək. Daha sonra əyani vasitələrdən, əşyalardan, modellərdən istifadə etmək. Şagirdlərə informasiyanı artan
informasiyanı artan çətinlik dərəcəsinə uyğun olaraq təsnif etmək, qruplaşdırmaq imkanının verilməsi, çərçivələr və iyerarxiyalar vasitəsilə köhnə biliklə yeni biliyin uyğunlaşdırılması, məntiqi, analitik düşüncə tələb edən məsələlərin, problemlərin təqdim olunması, baş sındıranlardan istifadə etmək. Daha sonra sosial və mədəni məlum məsələlərin müzakirəsinə imkan yaratmaq, faktlardansa geniş konsepsiyaların öyrənilməsi və bunları öyrənənə uyğun mənalı kontekst daxilində çatdırmaq. Demək, şagirdlər formal əməli mərhələdə artıq abstrakt təfəkkürü inkişaf edəcək şagirdin, provokativ suallar üzərində düşünəcək, ümumiləşdirmə aparacaq. Məsələn, hər hansı bir nəzəriyyələr arasında oxşar fərqli cəhətləri onları beynində sxemini çəkəcək, vizuallaşdıracaq. Yəni bu da hipotetik düşünmə, konseptual hipotetik düşünmə anlayışlarıdır ki, bunlar şagirddə formalaşır. Demək, biz danışdıq Jean Piagenin zehni inkişaf mərhələləri nəzəriyyəsindən və Jean Piaget demişdir ki, əvvəl zehn inkişaf edir, daha sonra öyrənmə baş verir. Və şagirdlərə hazır şəkildə hər şeyi izah etmək, onların işini asanlaşdırmaq, yəni onların öyrənmə, kəşf etmə həvəsinin əlindən alınması deməkdir. Şərait yaradın, qoyun şagirdlər özü, uşaqlar özü öyrənərək, kəşf edərək, axtarışlı olaraq öyrənsinlər. Bugünkü dərsimiz bu qədər. Əgər dərsimiz sizin üçün faydalı oldusa, abunə olub, bəyənib, dəyərli fikirlərinizi yazmağı unutmayın. Sağ olun, növbəti dərslərdə görüşənədək.